Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xeyrun nasirin və mu'in və sallallahu alə seyyidina və nəbiyyina Muhammed və alə əhli beytihi tayyibin tahirin el-ma'sumin el-muntəcəbin el-muntaxabin. Allahümmə əccil vəliyyikəl fərəc. Möhtərəm əzizlər, Allah təbarək və teala gələn günlərinizi xeyrə çevirsin, ömrünüzün nurani qərar versin inşallah Teala. Mövzumuz ailə dəyərləri haqqındadır, dəyərli eşidənlər. İnsanın qüdsiyyətinin beşiklərindən biri ailədir. Ailə insanın ilk məktəbidir. Diqqət edin inşallah, sevgi, şəfqət, iman, əxlaq, fədakarlıq və təqva ailədə formalaşır, ailədə reallaşır. Cəmiyyətin düzəlməsi ailənin düzəlməsindən, ailənin düzəlməsi isə iman və bir-birinə ehtiramı ilə mümkündür. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur, ən yaxşınız ailəsi üçün ən yaxşı olanınızdır. Yəni, insanın həqiqi mahiyyəti elə evdə özünü göstərir. Evdə məlum olur insanın həqiqi mahiyyəti, ev əhlinə məlum olur insanın həqiqi mahiyyəti, kimliyi, necəliyi, nəcürlüyü. Evdə məlum olur, ev yəsinə məlum olur, ev əhlinə. Ailə sevginin evidir. Amma təkcə sevgi ilə kifayətlənən ocaq deyil ailə. Təməli var, məsuliyyət, sədaqət, əmanət və Allahın razılığına bağlı həyat olmalıdır ailə. Mütəal Allah Rum surəsinin 21-ci ayəsində buyurur ki, və cəalə beynəkum məvəddətən və rəhmətən. Allah sizin aranızda sevgi və mərhəmət qərar verdi. Yəni, siz ailələrin arasında sevgi və mərhəmət qərar verdi. Yəni, ailəni saxlayan formal nikah deyil. Yəni, sadəcə təkcə nikah deyil. Qalıcı olan iki şeydir. Biri məvəddətdir, məhəbbət. Biri isə nədir? Mərhəmətdir. Yəni, ailəni saxlayan bu iki dənə şeydir. Məhəbbət iki qəlbin, iki könülün bir-birini xoşlamasıdır. Mərhəmət isə iki könülün bir-birinə nədir? Dayaq olmasıdır. Bu ayə özü ailəyə ilahi bir rəng verir. İlahi rəng verir. Şər'i eləyir, diniləşdirir. Bu ayə özü ailəyə böyük bir dənə rəng qatır. Ailə Allahın qərar verdiyi bir məhəbbətin evidir. Diqqət buyuruz. Təhrim surəsinin 6-cı ayəsində mütəal Allah buyurur, qu ənfusakum və əhlikum narən. Özünüzü və ailənizi cəhənnəm odundan qoruyun, saxlayın. Diqqət buyurursunuz. Özünüzü və ailənizi cəhənnəm odundan qoruyun. Bu ayə həm ataya aiddir, həm də anaya aiddir. Düzdür? Amma daha çox ailə başçısı olan ataya aiddir. Ən çox ona aiddir. Niyə? Böyük məsuliyyət daşıyır ailə başçısı. Ailə başçısı təkcə çörək qazanan deyil ki, onun mahiyyəti, funksiyası çörək qazanıb nəsl artıran funksiya deyil ki. Ailəsini hidayət eləyən, tərbiyə eləyən və dualarla qoruyan bir rəhbərdir ailə başçısı. Diqqət buyurursunuz. Ailə üzvlərini həm imanla, həm əxlaqla, həm təmiz qida ilə, həm də halal ruzu ilə oddan qoruyan şəxsdir ailə başçısı, ata. Taha surəsinin 132-ci ayəsində buyurur, əzizlər, mütəal Allah buyurur ki, və'mur əhləkə bis-səlati. Ailənə namazı əmr et. Namaza çağır ailəvi. Yəni, ailəni qoruyan sarsılmaz bir ruh olmalıdır ki, o da namazdır. Sarsılmaz bir ruh. Namaz və iman ruhu olan ev, ailə heç bir zaman olmaz, dağılmaz, məhvə getməz. Çünki mənəvi bir nur artıq evdə qərar tutub. Yaxşı qulaq asın, xahiş edirəm, fikirlərə getməyin. Namaz mənəvi gücdür. Həm ailəni qoruyur, həm qəlbləri bir-birinə bağlayır, həm də evi bərəkətli edir. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur, evinizdə Qur'an oxuyun, çünki Qur'an oxunan evə xeyir, bərəkət və nur daxil olar, nur yağar. Bu hədis ailənin mənəvi mühitinin necə formalaşdığını göstərir, möhtərəm əzizlər.
ailə mühitinin necə formalaşdığını göstərir. Quran oxunan evdə övladlar nurla böyüyər. Düzdür? Quran oxunan evdə ailə nurla böyüyər, dəyərli əzizlər. Qaranlıq, zülmət, güc və qüvvələr zəifləyər. Həmin ailədən əlin üzməyə başlayar. Çünki nur artıq evi nurla doldurur axı o ailəni. Evdə bir uşağın Quran oxuması nə qədər sevindirici və ləzzətli bir şeydir. Düzdürmü? Ailələr siz, məsələn, övladlarınız evdə Quran oxuyur. Bu sənə nə qədər ləzzət eləyər. Biz uşaq olanda elə evə qonaq gələrdi, babam bizi tez Quran oxutdurardı ki, özlərinə də xoş olurdu axı ki, gələnlər də görsünlər ki, Quran oxuyuruq, ondan sonra onlara da ləzzət eləyir, qulaq asırlar. Həm oxuyan ləzzət alır, həm eşidən ləzzət alır. Başqa bir məsələ, ailə ilə xoş ünsiyyətdə olmaq, ailə ilə xoş rəftarda olmaq. Ailəni çürüdən şey davadalaş və qanqaraçılıqlardır. Ailəni çürüdür. Davadalaş, qanqaraçılıqlar, söz-söhbətlər, xoşbəxtlik belə evə heç vaxt daxil olan deyil. Heç vaxt. Bu qapıdan girsə, o söz-söhbətlər, danışıqlar, qanqaraçılıqlar o yandan onu çıxardacaq. 21-ci əsrdir, hələ də qadını döyən var. Diqqət edirsiniz, hələ də öz xanımını vuran var. 21-ci əsrdir, qadını əl qaldıran var. Nə dini cəmiyyətdə belə bir şey var ki, var ha, o böyük-böyük xəyanətlər edilərsə ki, onun da öz yolu var, şəri ölçüsü var, Quran bəyan edib onu necə olmalıdır. 20-ci əsrdə kişi qadını əl qaldırır, diqqət edirsən. Hələ belə bir şeylər var, hələ bu, nə bilim, o qarşı tərəfi zərifdir, zəifdir, gücsüzdür. Düzdür, səbəblər olur, amillər onu gətirir, o yerə çıxardır. Amma yenə də əla-kulli hal qəbul olunmaz bir məsələdir. İmam Cəfər Sadiq əleyhissalam buyurur, ailəsi ilə xoş ünsiyyətdə olmaq möminin kəmalındandır. Mən hədislərdə görmüşəm, Məazı Peyğəmbər qəbrə qoyub. Bu özü böyük bir şərafətdir Məaz üçün. Məazı Peyğəmbər qəbrə qoyub. Hətta hədislərdə var, Əbbasın atıb onun qəbrinə. Amma eyni zamanda Peyğəmbər nigarançılığını da bildirib Məazın haqqında ki, bir qədər kobudluğu var idi, ailəsi ilə kobudluğu var idi ki, qəbr ona əzab verəcək, qəbr onu incidəcək ona görə. Görürsünüz, bunlar dinimiz möhtəşəmdir də, dinimizin toxunmadığı mövzu yoxdur. Yoxdur, bu dinin qədrini o necə də dar düşüncəli adamlar dinimiz haqqı dil uzadırlar, dinimizə. Ölçülərini bilmirlər, keyfiyyətlərini bilmirlər. Düz bəziləri anti-dindir, anti-islamdır, onlar məlumdur, onlar başa düşülür. Bu anti-islamdır, bu elə necə deyirlər, bir arı xüsusiyyəti var, bir də milçək xüsusiyyəti var. Arının işi gülə çiçəyə qonmaqdır. Milçəyin də işi gülü biri sara qonmaqdır. O bəzilərinin işi odur, onunla işimiz yoxdur. Amma insafən baxa, araşdıra, görə bu dinin dəyərlərini, baxışları, baxış bucaqları, hər şeyə möhtəşəm toxunması, ailə dəyərləri, bu dindən yox, bizim dinimizdə, bu İslam dinindən, Quran və hədislərdən başqa hardan bu möhtəşəm, mükəmməl yanaşmaları tapa bilərik biz, dəyərli əzizlər. Baxız, İmam Sadiq əleyhissalam buyurur, ailəsi ilə xoş ünsiyyətdə olmaq möminin kəmalındandır. Kəskin sözlər, hörmətsizlik, acı dillilik, evin nurunu söndürür. Fiqhdə məsələn, liam bəhsləri var, qadınla kişinin bir-birinə o dediyi kəbin düşür, başqa haram olur, ər arvada, o daima mən deyə bilmirəm, sözlərlə, elə söz deyərsən təhqiramiz, sən haram olar qadının sənə. Fiqhdə də hökmüdür, risaləmizdədir. Bəs gözəl sözlər ilə, gözəl sözlər ailəni, təkcə yəni ailəni yox, həm də insanın öz taleyini dəyişir. Bir gözəl sözlə. Həyatımız təkcə ailədən ibarət deyil ki, yəni dindir ki, bir şirindil olasan, mehriban olasan, falan olasan. Biri olur, düşdü yadıma qoy deyim, gedir qonaq görür ki, ürz istəm hamımızda, böylər də mənə başlasın. Deyir, görür ki, deyir, hey ceyranım, maralım, yoldaşı ilə belə danışır, ceyranım, maralım, o belə şirin sözlər. Deyir, nə yaxşı sizin münasibətləriniz belə yaxşıdır. Deyir, səs eləmə, adı yadımda qalmır, ona görə belə çağırır. Allah iraq eləsin yəni. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur, ailə başçısının ən böyük əmanətidir. Ailə başçısının ən böyük əmanətidir. Quran da buyurur, müminin ən əsas xüsusiyyəti əmanətdarlıqdır. Düzdür? Bax, bu danışıqlar bizə bəyan edir ki, ailə başçısının məsuliyyəti
anaya nisbətdə daha çoxdur. Yəni atanın məsuliyyəti daha çoxdur. Baxın, pak bir övladın yetişməsindən ötürü tam yarısı yaxşı tərbiyədən asılıdırsa, tam yarısı da nədir? Halal ruzudan asılıdır, qazancdan asılıdır. Tərbiyədə ata ilə ana ikisi də rol oynayır, şərikdir. Amma qazancda ki, əksər vaxtlar ata da əsas rol oynayan halal ruzu ki, o yaxşı uşağın yetişməsi üçün mühüm amildir axı. Səbəb olacaq sonra gələcəkdə bir fərsiz övladın və ya haramlara mürtəkib olan övladın dünyaya gəlməsində rol oynayır axı. Mollanın birinə deyirlər, yaxşı adamsan, oğlanların bifərz. O da deyir ki, sizin pulunuzla mən bunları dolandırmışam. Gəlmişəm, yasuzda danışmışam, cibimə basmışsınız o pulu, hardan qazanmışsınız Allah bilir, mən də yedizdirmişəm, belə çıxıblar. Yoxsa məndə problem özümdə yoxdur. Bəli, ilk öncə baxınız, ata-ana yediyi qidalara diqqət eləməlidir. Ata ilə ana birinci gərək yediklərinə, içdiklərinə fikir versinlər, ay cəmaat. Həm gigiyenik baxımından, sağlamlıq baxımından, həm də halal-haramlıq baxımından gərək fikir versinlər ki, ondan formalaşır axı. Nütfə yeyilən qidalardan əmələ gəlir. Ondan sonra uşaq formalaşır. Sən sabah deməklə, bu niyə belə çıxdı mənim qabağımda? Sən baxardın öz həyatına, neynədin, necə yedin? Ata-ananın yediyi qida uşağın xasiyyətinə, düşüncəsinə, əxlaqına, dindarlığına və istedadına təsir qoyur. Zehninin işləməsinə təsir qoyur. Bəzən məcbur qalıb deyirik ki, özünüzü düşünmürsünüzsə, uşaqlarınızı düşünün. Bunu məcbur qalıb deyirik. Necə özü düşünməlisən? Heç olmasa özünə fikir vermirsən, yediyi və içməyi və hər cəhətdən də. Sabah sən övlad dünyaya gətirəcəksən, o cəhətdən fikir ver. Təsir olacaq. Psixoloji rəftarlarımıza fikir verir. Yeməkdən əlavə psixoloji rəftarlara fikir vermək lazımdır. Valideynin xüsusən ananın hamiləlik dövründə qorxu və gərginlik keçirməsi uşağın gələcək şəxsiyyətinə mənfi təsir qoyur. Görürsünüz də, məsələn, qorxulu ki, nə oldu falan da tez hamilə qadını uzaqlaşdırırlar, ya qorxulu hadisə oldu, qoymurlar o eşitsin. Niyə? Çünki onun birbaşa uşağa təsiri var. Elə bəyən bununla kifayətlənir. Mənim əzizlərim, xüsusən cavanlar, qulaq asın, sabah indi evlənəcəksiniz ya evli olana. Bəyən bir dənə bununla kifayətlənir, qorxu ki, hamilə qadın qorxulu kinoya baxmasın, ya kimsə ölüb xəbər verməyin pis olar, ya qorxulu dəhşət hadisə başlayır, bir dənə deməyin ona. Elə budur, bununla qutarır və sən keçirdiyin əsəblər, psixoloji əsəb, gərginlik, bəs bunlar bu təsir qoymur. Əsəb və qəzəb, xüsusən yersiz yer olan əsəb və ya qısqanclığından törənən əsəblər uşağın qeyri-normal doğulmasına birbaşa təsir göstərir. Birbaşa hamilə qadınlarda. Qeyri-hamilə vaxtlarda da həmçinin. Kişi qısqansa, qadının sonraki atdığı addımlar qadının acığına olmur. Bunu xanımlar qəbul eləsələr nə yaxşı olar. Kişi qısqanır, nəyəsə məhdudiyyətlər qoyur, məsələn, bayıra çıxma, ya neynəmə, nə məsələndə, indi bayıra çıxmanı misal çəkdim. Məhdudiyyət qoyur da, filan yerə çox getmə, ya belə. Bu qadının acığına olmur, bu qeyrətindən qaynaqlanır. Amma qadın qısqansa belə olmur axı. Qadın qısqansa, nə addım atsa kişinin acığını atır. Sən ne deyirsən, mən də deyirəm. Sən belə deyirsən, mən də deyirəm. Sən filan işi qoymursan, mən də qoymuram. Sırf acığa eləyir. Ona görə Əleyhisselam buyurur ki, kişinin qısqanclığı qeyrətindən, qadının qısqanclığı şeytandandır. Və ya başqa hədisdə deyir, küfrdür, küfürdəndir. Çünki o qısqanda acığa addım atır. Acığa, insaflı deyil, ədalətli addım atmır. Çünki onun qısqanclıq duyğusu yananıb şeytanətdən. Amma kişinin qısqanclıq duyğusu xəlq olunub qeyrətindən. Acığına yox, bəlkə onu daha da himayə eləyir. Bəlkə onu daha da qanadının altına alır. Daha da onu qoruyur. Mənfi təsirlərdən, mənfi gözlərdən, mənfi baxışlardan, mənfi fikirlərdən özünə sığışdırmır. İndi bu növ səbəblərdən yaranan əsəb və streslər dünyaya gələcək uşağın beynin neyniyər, ay mümin? Məhv eləyər də. Axı siz dindarsız. Dindarlar da, dindar qızlar, dindar kişilər də qeyriləri kimi olsa da onların dindarlığı ilə o birislərin arasında nə fərq olar? Xan Fatimə Zəhra tanıyan, salamün əleyha, Ümmülbənin salamün əleyha tanıyanla tanımayanın həyat tərzi eyni olsa, o da nə oldu? Əzizlərim, nə olar o? Sizə başınıza dönüm. Cavanlar, kaş auditoriyamız çox böyük olar, cavanlar eşdə, həm xanımlar, həm kişilər. Kişilər maksimum diqqətli olmalıdırlar ki, qadının qısqanclığına şərait yaratmasınlar.
Çox böyük təhlükə ilə üz-üzə dayanırlar. Əvvəl belə bir şey yox idi ki, məsələn, qadın öz ərini kişilərə qısqansın. Əvvəl belə şey yox idi. Yəni, normal müsəlman qadınında belə şey olmamalıdır. Öz ərini kişilərə qısqansın. Amma o qədər teleseriallara da baxdılar, dostları ilə görüşməyəcəyini etiraz edir. Nə bilim, futbola getməyə qoymur, ondan sonra otursunlar. Sonra nə deyir? Sonra deyir ki, sən gedirsən, mən də gedirəm. Acıqadır ya, bildiniz necə? Müalicə xarakteridir, acıq edir. Birbaşa onun acığına. Bərabərlik var falan var. Nə bərabərlik var? Ədalət var. Qadınla kişinin arasında bərabərlik ola bilməz. Ola bilməz. İnsafən, vicdanən mümkün deyil. Qadınla kişi arasında ədalət ola bilər. Ədalət, hüquqluluq. Bərabər hüquqluluq yox. Sən saat 2-də gələrsən evə, deyərsən ki, məsələn, filan kəslərlə oturmuşdum, ya mühüm bir işim vardı. Arvad indi gecə saat 2-də gəlib evə, haradaydı? Padruqalarımla oturmuşdum, məsələn, rəfiqələrimlə oturmuşdum. Ədalət, bərabərçilik olsa, desən, hə, nə olar, yaxşı eləmişsən. Ədalət bunu tələb eləmir. Bərabər hüquqluluq olsa, əskər get. Ged ağı beton qarışdır. Ged onunla nə bilim, kubik at, filan elə. Əgər bərabərlikdirsə, bərabərlik yoxdur, ədalət, hüquqluluq var və Allah səni o qədər zərif eləyib ki, səni uzaq eləyib o işlərdən. Dinimizin qadına gör nə qədər köklənib qadına. Adi əlinin qabağına bir stəkan çay qoymağını ibadət edib. Gör, kişidə var o, verib onu kişiyə, yox. Bir dənə çay qoyur əlinin qabağına, Allah onu ibadət yazır ona. Gör, nə qədər imtiyaz verib qadına. Səni nə qədər qoruyur Allahın dini. Sən niyə pis-pis fikirlərin dalıca düşəsən, başqa-başqa xalqların mədəniyyəti ilə rəftar edəsən. Bax, sizin o kinolara baxdınızlar. Allahın olsun, elə kinolar çəkiblər ki, kişilər də oturub baxır, üzləri qara olmasın. Elə kinolar çəkirlər ki, üzr istəyirəm. Mən böylərin yanında belə danışmaqdan çox üzr istəyirəm. Allahın olsun, əməlli başlı evdə öyrədir, kişiyə necə bir qeyrət olmaq lazımdır. Bunu öyrədir. Əməlli başlı, bu onun arvadında göz var, o bunun arvadında göz var. Bunu bir sevgi ilə, ləzzətlə baxırlar. Çıxıb oturub qonşuda danışırlar, orada danışırlar. Hara gedirsən, hara gedirik, nə gündəyik, bu nə vəziyyətdir. Gör, nələr öyrədir kinolar. Bizim özümüzün misilsiz dəyərlərimiz var. Gəlsinlər, bizdən öyrənsinlər. Bizim Həzrəti Zəhramız var, onun nəyi var? Onun bir dənə Peyğəmbəri öldürən qadını var. Onu özünə nümunə eləyib. Onun nəyi var? Onu ciyərləyən qadını var. Onun nəyi var? Ondan sən nə öyrənərsən? Onun teleseriallarına, sərdaşımıza baxırsan. Nə öyrənərsən sən ondan? O Peyğəmbər əmsinin ciyərləyəni, ona Allah razı olsun deyir. Ya məsələn, başqası var falan var. Peyğəmbərə zəhər verən, nə bilim, Peyğəmbərin evdən danışdıqlarını aləmə car çəkən, xəbər eləyən xəbər. Onun nəyi var? Sənin gör kimin var? Fatimə-i Zəhra salamullahi aleyhəm var. Sənin Ummul Bəninun var. Sənin Zeynəb-i Kubron var. Sənin Fatimə-i Məsumən var. Həkimə Xatunun var. Səkinə Xatunun var. Ruqəyyə salamullahi aleyhəm. Sən gör kimlərin var? Sən misilsiz bir camiyənin bir üzvüsən. Gəl gör kimlərdən nələr öyrənmək lazımdır, necə öyrənmək lazımdır, nə addımlar atmaq lazımdır. Bəh. Aləm fəda olsun onların bir telinə. Həmən indi bu məsələlərdən yaranan əsəb və stres həm səni məhv edir, həm dünyaya gələcək uşağı. Uşağın 2 yaşı var, dil açmır. Var idi əvvəl belə şeylər. Uşağın 2 yaşı var. 2 nə deyir? 5 yaşı var, danışa bilmir. 3 yaşı var, danışa bilmir. Sonra kimdə axtarırsan sən o səhvi? Kimdə axtarsan? Sən o uşaq travmanı alıb ana bətnində. Sənin keçirtdiyin əsəblərdən, sənin keçirtdiyin streslərdən, səni kim məcbur edir əsəbləşirsən? Yola ver, başa düş. Özün üçün cavab tap. O deyil, alim adamsan, buna da bir dənə cavab tap. Özün üçün özü rahatlaşdır da. Özü rahatlaşdır. Sən öz fikrivə qal, qeydivə qal. Sən özün özvə hamıdan çox lazımsan. Özün özüvə. Böyük bir kəlamdır, böyük bir hikmətli ifadədir. Hər kəs öz qeydinə qalmasa, başqası onun qeydinə qalan. Deyil, balam, bu belədir də. Qanuni dəyişməz. Uşağı dünyaya gəlib, gözü zəifdir. Amma elə şey olurdu əvvəl. Niyə bu belə olur? Çünki əvvəl gəlirdilər, bəy evində tanış olurdular qız oğlanla, həmən gündən məhəbbət başlayırdı bir-birlərinə. İndi bəy evinə qədər, toy gününə qədər hər şeyi qutarırlar,
Sevginin də dozasını aşırırlar, hər şey qutardı. Hə, üzr istəyirəm, itmişi həyatı başladı. Nə dinlə yaşayır, nə bir şeylə. Bütün nə qüvvələri var idi, sevgi ilə əlaqədar, məhəbbətlə əlaqədar, eşqlə əlaqədar, nə qüvvələri var idi, evlərinə qədər hamısını çürütdülər, tardı, yaşadılar onların hamısını. Da indi, nə bilim, qonşudular elə bir, yoldan keçənlər bir-birinə. Bu onun dalıcı danışır, o bunun dalıcı danışır. Bu, anası evinə xəbər verir, belə elədi, belə dedi, nə bilim, qaynanan belə dedi, o birisi belə dedi. Bu, məsələn, öz bacısından falan. Bu dində, nə dində var, nə qeyri dində, bu tərz deyil. Bəli, valideynlərdə güclü sevgi və istək halı uşağın gözəlliyinə və zəkasına səbəb olur. Bunu unutmayın. Bunun elmi açıqlamaları var. Bunun elmi açıqlamaları var ki, ümumiyyətlə, xoş söz hər şeyə müsbət təsir qoyur. Xoş rəftar hər şeyə müsbət təsir qoyur. Təcrübədən keçmiş şeylərdir ya. Adi bir dənə gülün yanında, xoş sözlər danışmaq ki, canlılığı var onun. Xoş sözlər danışmaq gülün öz funksiyasına müsbət təsir qoyur. Açmasına, çiçəklənməsinə falan. Hətta heyvana belə təsir qoyur. Yaxud da ki, məsələn, onun yanında qəzəbli sözlər danışanda gül öz funksiyasını itirməyə başlayır. Rəngində dəyişilmə baş verir. Hətta ay cəmaət, daşqaş var ki, daşqaş var. Bir kitablar yazılır, bunun üçün bu təzə məlumat deyil. Daşqaşlar var, üzükləşir. Sənin halıva uyğun rənginin dəyişməsi baş verir. Halıva uyğun. Əsəbləşmirsən, üzüyün qaşın rəngi dəyişdi. Özüm elə, neçə dənə eləncindən üzük almışam. Və hələ də bəzi qardaşların barmağında var, eynəndir də, deyir ki, eynən o cürdür. Şad, təbəssümlü, əhval-ruhəm yaxşı olanda üzüyün qaşı parıldayır. Əsəbi oluram, stresli oluram, təsirini qoyur ona, rəngi qaralır. İndi o üzüyün də öz xeyri var ki, onun biraz da stresini çəkir üstünə. Bir salavat deyək Peyğəmbərə. Allahümmə səlli əla Muhammed. Ailə dəyərlərinin gözəllik zirvəsini fəth eləyənlərdən biri də Həzrəti Ümmülbənin salamullahi əleyhadır. Həqiqətən də o ailə dəyərlərinin canlı təfsiri idi, möhtərəm əzizlər. Onun ailədə 3 xüsusi sütunu vardı. Çox da amma üçündə xülasələşir. Bir imandır, ikincisi əmanətdir, üçüncüsü fədakarlıq. Bu 3 şey bu xanımın ailə həyatının sütunu idi bu. İmam Əli əleyhissalamın övladlarına o qədər sevgi göstərirdi ki, mən məcburam bu sözü işlətməyə ki, dilim gəlmir amma əslində. Ögey anadır da əslində, ögey anadır da, bildiniz. Amma necə münasibət göstərdi Əli əleyhissalam balalarına? Necə münasibət göstərdi? O qədər sevgi göstərirdi ki, Həzrət Əbbas əleyhissalama deyirdi ki, Həsən və Hüseyn sənin ağalarındır, imamındır. Demirdi, qardaşındır, deyirdi, ağalarındır, imamındır, deyirdi. Bu müqəddəsə öz övladını ikinci plana salır ki, Əhl-i Beyt əleyhissalam əmanətdir. Həzrəti Zəhra əmanətidir, Peyğəmbər əmanətidir, salamullahi əleyhimə. Əli əleyhissalama sadəcə həyat yoldaşı kimi yox, bir vəliyə, Allah vəlisinə tabi olan bəndə kimi yanaşdı. Bəli, baxız, qadın ərinə təkcə həyat yoldaşı kimi yanaşmamalıdır. Biraz çıxdım qırağa, itaat etməsi vacib olduğu şəxs kimi yanaşmalıdır. Belə olsa, o evdə kiçik də olsa belə söz-söhbət, qəm-qüssə yaranmaz. Həqiqətən Həzrət Ümmülbənin dünya analarının zirvəsidir də. Dünya analarının zirvəsidir. 4 oğlunu göndərdi Kərbəlaya, amma Kərbəladan soruşulanda deyirdi ki, mənə imamım Hüseyndən xəbər verin. Görsən, salamullahi əleyhimə. 4 oğul göndərdi. Ona deyirdi ki, mənə İmam Hüseyndən xəbər verin. O necədir? Ona nə oldu? O hardadır? Onun başına nə gəldi? Oğlun Allah yolunda qurban verməkdə ən cəsur ürəyin sahibi. Nə qədər tərif deyərsən bu xanıma? Ailələrin islahı zuhurun əsas şərtlərindəndir. Ailənin islah olması. İmam Məhdi Əcəlallah Fərəcəhu Şərif buyurur, bizim zuhurumuzu tezləşdirən nəfsi islah edənlərdir. Nəfsini islah edənlərdir. Zuhurda ehtiyac kimlərədir? Möminlər. Zuhur oldu. Kimə ehtiyac var? O ordulara kimlər gəlməlidir? Təmiz tərbiyə görmüş övladlar, düzdür. Bu ailət də mənşəyi. Halal ruzu ilə böyüyən nəsillər, düzdür. Quran
sədalı evlər, düzdür? Ümmülbənin ruhunda fədakar ailələr, düzdür? Bu olmalıdır da. Bir ordunun, yəni ilahi ordunun, söhbət ilahi ordudan gedir. İlahi ordunun əsas xüsusiyyəti fədakarlıq, sədaqət və ailə təmizliyi olmasa, ilahi qələbə baş tuta bilər, mümin? Hə? İlahi qələbə ola bilər. Bu xüsusiyyətlərin hamısı Ümmülbənin ocağında formalaşıb. O evin yetirdiyi Abbas əleyhissalam kimi kişilər İmam Məhdinin dostlarının təməl meyarıdır. Düzdür ya yox? Sənə imam özü demir ki, ya denən və səbbitli qədəmə sidqin indəkə məl Hüseyin və əshab-ül Hüseyin. Niyə əshab-ül Hüseyin olub örnək? Çünki o əshab-ül Hüseyndən təkcə İmam Hüseynə lazımdır. İmam Məhdiyə lazım deyil. Ona da o əshabdan lazımdır. Sən ayaqlarımı deyir, onlarla möhkəmləndir. Zühur həm də xanım Fatimə Zəhra salamullah əleyhanın haqqının bərpasıdır. O haqqın da bərpasının yolu ailələrin dirçəlişindən keçir. Çünki zühur bir cəmiyyət üçün deyil, həm də məsum ailənin intiqamı üçün ortaya çıxacaq bir şey olacaq. Allah təbarəkə və təala bizi, bizləri və ailəmizi Əhl-i Beyt əleyhimussalamın arzularına uyğun olan ailələrdən qərar versin. İnşallah Taala. Bismillahirrahmanirrahim. Allahümme kun li veliyyikəl Hüccət ibnil Həsən salavatuke aleyhi və alə abaih fi hadihi saati və fi kulli saə veliyyən və hafıdən və qaidən və nasiran və dəlilən və aynən hətta tuskinehu ərdəkə tav'a və tüməkti'ahu fiha tabila.